Telafer'in hayati öneme sahip çevre yolu projesi şehir içi trafiği rahatlatmayı hedefliyor. Telafer ilçesindeki çevre yolu projesi Musul ilinin yol altyapısını iyileştirmeyi ve bölgedeki ulaşımı kolaylaştırmayı hedefleyen kritik projelerden biri olarak öne çıkıyor. Özellikle ağır yük taşıyan büyük kamyonların şehir içi ana yolları tıkamasını önlemeye odaklanan proje, şehir girişinden başlayarak Sincar ilçesine kadar uzanan 8 kilometrelik bir güzergaha sahiptir. Ancak projenin bazı bölümlerinde işi üstlenen firmaların mali kaynak eksikliği nedeniyle çalışmalar durdu ve bu durum projenin aksama nedenleri konusunda soru işaretleri yarattı. Telafer Belediyesi Müdürü Adnan Hüseyin Zeynül Abidin yaptığı açıklamada projenin hala devam ettiğini ancak bazı noktalarda finansal eksiklikler nedeniyle çalışmaların durduğunu belirtti. Özü məşru durmayıb da. Məşru işləyi maqatatda bu şərikə hökumiyyədir. Şərikə hökumiyyənin əli altında 3 müqavil işləyir. Döndüləndə özü işləyirlər nöqtə seliq nöqtə 5000 nöqtə 6000 işləyirlər. Yəni özləri əliyyətlərini gətirdilər, əliyyətlərində işləyirlər. Bir səbəb əsbəb məliyyə. أسباب مالية دخل محافظية مرتبط قاد ووزارية مرتبطة وزارة عقد وقعلات من تواصل اليوم وزارنا نش يعني بالزيادة بخو مستحقات مالية لارن نش صرف إلام يبتلا تقريبا özleri indi 2 milyar 600-650 milyon işleyipler özlerine 90 milyon sarf elədiler bəs. Ayrıca belediye müdürü Türkiye Cumhuriyeti'nin telaferi için 4000 çınar ağacına başladığını ve bu ağaçların önceden belirlenen alanlarda Nisan ayında dikim çalışmalarına başlanacağını açıkladı. Bize Türkiye hükümeti vermişti bize 4000 ağaç getirdiler. Çanal daha belə yarpağı, incir yarpağı kimi də bir əyyi bir şəkil şeydir və stişlə bəsləmək özün. İndi çoxu açıb təqribən 70%. Bunlar yavaş-yavaş biz mədaxil mədəni içindən həssinlik. Həsənköy mədğəlinə təamlar içindən şəhərə havliyə çoxun vururuq. Təamlar içlərindən qalan yerdə harda şətlətimiz azdır, içində bir xələl var şətlətdə oralar təamlar inşallah.